Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədən dili üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master təlimçi və klinik hipnoterapevt Elnay Rəhimov Dambovski. Narsistləri analiz etməyə davam edirik. Bugünkü mövzumuz fiziki şiddətdir. Məhz psixoloji yox, fiziki şiddət. Düzdür, hər narsist öz qurbanına fiziki şiddət tətbiq etmir. Yəni bu ola da bilər, olmaya da bilər. Amma yenə də bu çox vacib və üzərindən keçilməsi mümkün olmayan bir komponentdir. Çünki artıq fiziki şiddət varsa, burada artıq cinayət işi var. Yəni bir qurban, yəni çoxla xanımlar olur, qurbanlar. Qurban kişi də ola bilər, amma daha çox narsist kişilər çox yayıldığına görə 90% hallarda, yəni kişi qadın modeli ilə gedəcək. Yəni bir çox xanımlar düşünürlər ki, bəs mən polisə müraciət eləməyim, prokuraturaya müraciət eləməyim, məhkəməyə müraciət eləməyim, heç kimi xəbərdar etməyim bu mövzuda. Amma bu kökündən yanlışdır. Çünki fiziki şiddət göstərən narsist bunun bədəlini ödəmədikcə, onda belə bir xüsusiyyət var ki, bilsə ki, heç bir zaman etdiyinə görə cəzalandırılmayacaq, o şiddətin dozasını bir çox formatda artıra biləcək və yeni cəza növləri də tətbiq edə biləcək. Adətən narsistlərin xanım qurbanlarına qarşı münasibəti, yəni fiziki şiddət birdən-birə baş vermir. 99% hallarda birdən-birə baş vermir. Yəni bu çox vaxt gizli narsistin olması ilə əlaqəlidir. Hansı ki, başqalarına yaxşı davranır, lakin öz həyat yoldaşına pis davranır. Təbii ki, ilk başlanğıcda yaxşı davranır hər kəsə. Burada incə bir məqam var. Bəzi narsistlər var ki, onlar elə münasibətin başlanğıcında da yəni görünən şəkildə fiziki şiddət tətbiq edir. Burada biz fiziki şiddətin mərhələli növündən danışacağıq. Hansı ki, o mərhələlər varsa artıq bu bir siqnaldır ki, gələcəkdə ay xanımlar, fiziki şiddət siz onunla ailə qurduqdan sonra sizə qarşı da dönə bilər və yaxud da nişanlı ikən də bu baş verə bilər. Yəni və yaxud da sizi özünə çox güclü bağladıqdan sonra və əmin olduqdan sonra ki, siz onu çox sevirsiniz, emosional olaraq ona bağlısınız, ondan ayrıla bilmərsiniz, ondan sonra da bu fiziki şiddəti törədə bilər. Və buna rağmen də siz tərk etmirsiniz. Çünki çox sevirsiniz. Həm də ki, burada emosional yelləncək var. Çünki bir səbəb də var ki, o münasibətin müəyyən mərhələlərində sizə yaxşı davranır və siz də elə bilirsiniz ki, hər şey artıq ilk başlanğıcındakı kimi əla, super olacaq. İnsan orqanizmdə, insan beyni də o şəkildə işləyir ki, insana qarşı pis rəftar eləyəndə və arabir yaxşı rəftar eləyəndə o yaxşı rəftarı ideallaşdırmağa başlayır və elə bilir ki, bu haçansa qalıcı vəziyyətə gələcək. Amma halbuki insanı əslində burada məhv eləyən davamlı pis rəftar deyil. Davamlı pis rəftarların arasında arabir, necə deyirlər, ümid parçacıqlarıdır ki, haçansa bu adam düzələcək. Fiziki şiddət tətbiq eləyən narsistdə xüsusilə bu daha elə bir ki, necə deyirlər, neuroasosiativ olaraq güclü qadının beynində həkk olunur. Çünki bəzən o buna çoxlu anlamlarla yükləyir. Deyir ki, mən səni döyürəmsə, bunu sənin yaxşılığını eləyirəm. Səni sevirəm ki, bunu eləyirəm. İndi isə bir mənalı olaraq əlamətlərdən danışacağıq. Hansı ki, fiziki şiddət necə mərhələli şəkildə baş verir. Məsələn, deyək ki, ilk öncə narsist xanımını hansısa bir yerə dəvət eləmək istəyir. Hansı ki, o xanımı oraya getmək əslində istəmir. Deyir ki, o mənlik yer deyil, mən orada özümü rahat hiss eləmirəm. İlk öncə israrlar başlayır. İsrarlar və təzyiq, həyasızcasına. Məntiqi açıqlamalar. Axı, niyə sən oraya getmək istəmirsən? Axı, burada nə var ki? Hər bir sevən qadın öz, necə deyirlər, nişanlısının və yaxud da həyat yoldaşının sözünə, necə deyirlər, baxmalıdır. Bu bizim əslində siz xanımların mənəvi borcunuzsuz. Bilirsən, həm də ora getməyin perspektivi böyükdür. Bizim sevgimiz daha da möhkəmlənəcək. Nə bilim, nə bir sözlə
məntiqi açıqlamalarla olan israrlar, sırtdıqcasına və həyatsızcasına. Görür ki, məsələn, o işləmir, zamanla bu daha çox kobudluğa çevirir. Əşki, sənə mən dedim ki, bu dəqiqə paltarımı dəyişirsən və biz gedirik. Heç bir etiraz istəmirəm. Yenə etiraz istəyəndə daha çox necə deyirlər, kobud olmağa baxışır. Axı, mən sənə dedim axı, heç bir etiraz yoxdur. Bilmirəm necə deyirlər. Mən gedirəm ora və necə deyirlər, müəyyən saatdan sonra səni orada görüm. Vəssalam, qutardı getdi. Görürsünüzmü? Daha sonra bu bir qədər də inkişaf eləyir, artıq təhqirə necə deyirlər, gətirib çıxardır. Burada nəinki necə deyirlər, təzyiq, nəinki kobud rəftar eləmək, hətta təhqirlər də var. Gör, nə gündə xanımsan ki, sən sevdiyin adamın təklifini rədd eləyirsən. Sən mənim indidən sözümə baxmırsansa, bundan sonra sən Allah bilər evlənəndən sonra və yaxud da daha irəlidə uşaqların olandan sonra daha pis yollara düşə biləcəksən. Mən səni qudurdacam. Sən necə deyirlər, çox necə deyirlər, şəxsiyyətsiz adamsan. Sən çox mənliksiz adamsan. Yavaş-yavaş görürsünüzmü? İrəliləməyə başlayır. Düz fiziki şiddətə qədər. Bu bir qədər də xroniki hal aldı. Daha sonra itələmələr başlayır. Əşki, dedim, gəl, başlayır itələməyə. Daha sonra irəli gedəndə bu tutub sıxmalar, saçından tutmalar, paltarından tutub dartıb harasa aparmalar, saçından tutub və yaxud da harasa dartıb aparmalar və yaxud da geyiminin və yaxud da kurtkasından tutur və yaxud da deyək ki, nə bilim, çantası varsa çantasını zorla dartışdırır ki, sən məndən gəlməlisən mütləq. Aha, daha sonra inkişaf eləyəndə artıq şillə vurma, vurub yumruqla necə deyirlər, gözünün altını qaraltma və yaxud da çox vaxt qabırğasına, üzünə, çənəsinə zərbələr indirmək, yəni müxtəlif nahiyələrinə zərbələr indirmək və bunun daha ağır formaları konkret, kəskin, psixopatik cəzalandırma ilə nəticələnir. Bir də görsən, narsist kişi arvadının əlini, qolunu bir neçə saatlığa cəzalandırmaq üçün bağlayır. Və bunun ən dəhşətlisi, yəni bu narsist kişidə üstəlik sadizmə doğru meyillilik varsa, yəni seksual sadizmə, çox ağır dərəcədə öz necə deyirlər qurbanını, yəni xanımını işgəncələrə məruz qoyur. Yenə dediyim kimi bu məsələlər qətiyyən və qəti şəkildə bağışlanılan məsələlər deyildir. Heç vaxt fikirləşməyin ki, o məni sevir, ona görə məni döyür. Bu cinayətdir və burada hüquqi proses başlanılmalıdır və münasibət bitirilməlidir. Diqqətinizə görə minnətdaram. Sağ olun.